Deməli, bugünkü dərsimiz olacaq gerund infinitiv. Yəni biz Azərbaycan dilində məstər anlayışını bilirik ki, məstər yaranır maq-məq vasitəsilə. İngilis dilində də məstər məhz elə bu gerund və infinitivdir. Yəni maq-məq mənasını verir. Birinci gerunddan başlayaq. Bizdə necə ki məstərin şəkilçisi maq-məqdir. İngilis dilində də məstərin şəkilçilərindən biri ing-dir. Yəni gerunddur. Və Azərbaycan dilində necə ki, məslərin mübtəda olmaq funksiyası var, tamamlıq və ya xəbər olmaq funksiyası var. İngilis dilində də bu belədir. Məsələn, başqalarına kömək etmək muradı xoşbəxt edir. Muradı xoşbəxt edir nə? Başqalarına kömək etmək. Mübtəda funksiyasındadır. Və ya Murad başqalarına kömək etməkdən həzz alır. Nəyi sevir? Tamamlıq funksiyasındadır. Burada deməli başqalarına nədir Muradı xoşbəxt edən? Başqalarına kömək etməkdir. Burada artıq xəbər funksiyasındadır. 4D şəkilçisi qəbul edildiyinə görə. Və ümumiyyətlə test işləyəndə bu triki qətiyyən unutulmalısınız. Nöqtələrdən əvvəl söz önü gördürsə mütləq gerunddur. Bunu qətiyyən unutmayın. Nöqtələrdən əvvəl söz önü varsa mütləq gerund, yəni ing-li feil qoymaq lazımdır. Mən uğursuz olmaqdan qorxuram. Burada baxın being, yəni ing-dən istifadə elədik. Əlavə olaraq, əgər siz nöqtələrdən əvvəl yəlik əvəzliyi və ya yəlik hallı isim görürsünüzsə, yerində gerund yazmaq lazımdır. Bu Azərbaycan dilində də var axı. Mənim çalışmağım, onun getməyi, yəni məsələrin yəlik halla işlənməsi. Deməli, məsələn, Murad apostrof is working, Muradın çalışmağı. Ya da burada nə ola bilərdi? Məsələn, he is working, onun çalışmağı. Yəli haldan sonra gerund gəlməlidir, yəni ing. Bir də xatırlayaq, preposition və yəli hallı isimlərdən və ya yəli vəzlərdən sonra gerund gəlir. Və bəzi feillər var ki, onlar hökmən gerundla işlənməlidir. Hökmən. Bu feillər hansılardır? Mən istəyirəm o feilləri sizə burada göstərim. Səbəbi isə burada göstərməyimin, bu sarıları göstərməyimdir ki, bunları əzbərləməyimizə ehtiyac yoxdur əslində. Niyə? Çünki az öncə dedik, axı preposition varsa orada gerund yazmaq lazımdır. Highlight elədiklərim ki var, fikir verin hamısının ortaq nöqtəsi odur ki, hamısında preposition var. To be interested in, think about, give up və s. Bunların hamısında preposition var. Preposition varsa onda niyə əzbərləyirik ki? O elə bunlardan sonra mütləq gerund gələcək. Yəni ing-li feil gələcək. Amma bilməliyik nəyi? Enjoy, finish, keep, mind, remember haqqında indi danışacağım deyə buradan götürürəm. Suggest, stop haqqında danışacağım deyə birazdan bunu götürürəm buradan. Excuse, practice, involve, consider, admit, deny, avoid, risk, imagine, fancy, postpone, delay və miss, forgive, can't help and agree. Deməli, məhz bu qara ilə yazdıqlarımı mütləq əzbər bilməliyik. Çünki testdə bunu başqa bir məntiqlə, tərcümə ilə tapmaq mümkün deyil. Yəni, biz bunları əzbər bilməliyik ki, bunlardan sonra, qara ilə olanlardan sonra gerund gəlməlidir. Və gerundun inkarı necə yaranır? Gerundun inkarı bildiyimiz bu əvvəldən to be-nin köməkçi feilin yanına not artırmaqla. I'm not very glad. Ya da notu gerundun yanına artırmaqla. Not having, not telling və s. Deməli, bu zaman biz gerunddan istifadə edə bilirik inkar formasında. Bir də belə bir şəkildə inkar yaratmaq olar. Without-la. Yəni mənada inkarlıq yaranır. Və mənası yoxdur deməkdir bu qarşısına yazdığım cümlənin. There is no point in doing. Və ya it is no good doing. It is no use doing. Baxın, zerizlə başlayanlarda, yəni no ilə inkar olunur. Və həmçinin biz against-lə də bunu mənada inkarlıq yarada bilərik. Bunlar yəni nəzəri hissələrdir ki, gerundun feili xüsusiyyətləri əlbəttə nələr ola bilər? Zərflə izah olunması, məchula çevrilə bilməsi, zamana görə dəyişməsi. Bu bizim Azərbaycan dilində də var, məslərin feili xüsusiyyətləri. İsmi xüsusiyyətləri nə olacaq? Mübtəda, xəbər, tamamlıq olması, yəli halda işlənməsi, of ilə işlənərsə təyin olması və s. Bir də burada yazmışıq sadəcə to tələb edən feillər. Bu sizə çaşdırmasın ki, mən bunları əzbərləyim, yuxarıda gerundla olanlara baxmayım. Bunu oxumaq elə yetərlidir. Bunlar sadəcə bəzilərdir. Ona görə də biz yuxarıda gerundla işlənənləri mütləq bilməliyik.
Və bu feillər həm də sizə xatırladır, mürəkkəb tamamlıqda üçüncü qrup feilləri. Want, decide, expect bunlar özündən sonra to tələb eləyənlərdir. Və gəldi indi bu əsas məsələlərimizdən birinə. Biz ing-nin nə olduğunu bildik. Gerunddur və dedik ki, ingilis dilində məslərin yaranma formalarından biri budur. Bir də ingilis dilində məslərin yaranması üçün başqa bir formamız da var. Bu da to ilədir. Bunlar necə yaranacaq? Məsələn, deyirəm ki, ingiliscə danışmaq önəmlidir. Speaking English is essential. Oldu ingiliscə danışmaq. Bu gerunddur. Bir də var deyirəm ki, to speak is essential. İngiliscə danışmaq önəmlidir. Yəni eyni mənaya gəlir. Deməli, to speak ilə speaking eyni mənaya gəlir. Bu, hər ikisi Azərbaycan dilində bizim öyrəndiyimiz məslərdir. Bəs onda to-nun işlənmə yerləri hansılardır? Axı biz xüsusi spesifik yerlər gördük ki, ing bunlarla işlənir. To ilə işlənənləri xatırlayaq. Buna da infinitiv deyirik. Gerund və infinitiv. Gerund ing iləndir, infinitiv to iləndir. Törəmə əvəzliklərdən sonra to gələr. Gəlin baxaq. There is nothing to do in the city. Bu şəhərdə etməyə heç nə yoxdur. Deməli, törəmədən sonra yazdım to. Bağlayıcılardan sonra to gəlməlidir. I don't know what to do. Mən nə etməyə lazımdır bilmirəm. Nə etməyi bilmirəm. What to do. Və əlavə olaraq sifətdən sonra to gəlməlidir. It is important to arrive early. Erkən çatmaq vacibdir. Sifətdən sonra to gəlməlidir. Demək ki, bir də xatırlayaq, törəmədən, bağlayıcıdan və sifətdən sonra to, yəni infinitiv işlətmək lazımdır. Bir də səhv eləmirəmsə 8-ci sinifin dərslərində olmalıdır. Yəni orta məktəb kitabında bu mövcuddur. Bare infinitiv. Bare infinitiv nədir? Birinci qrup feillərdə yadınızdadır, let-dən, make-dən sonra to-suz feili yazardıq. Yəni bunun adı bare infinitivdir. To-suz məslərə deyilir. Və had better, would rather, would sooner ifadələrimiz var ki, yaxşı, yəni yaxşı olar ki deməkdir. Və burada biz bare infinitiv yazmalıyıq. Had better, would rather'dan sonra bare infinitiv gəlməli. Yəni to-suz məslər. Baxın. Not say. Rather'dan sonra go out. Yəni hər hansısa bir to, ing ola bilməz. Had better, would rather, would sooner. To-suz məslər. Yəni bare infinitiv yazmaq məcburiyyətindəyik. Bu belə. İndi əsas məsələmizə gəlirik. Bəzi feillər var ki, indiyə qədər bu qəbul proqramına düşmürdü. Lakin bu ilin toplusunda biz bundan çox görürük bu testlərdən və orta məktəb kitabında da bu mövcud olduğuna görə, dərslikdə mövcud olduğuna görə, yəni qəbul proqramına düşə bilər. Bu nədir? Bəzi feillər var ki, bunlar həm ing ilə işlənir, həm to ilə işlənir. Həm ing ilə, həm to ilə. Bəs bu hansı situasiyada hansı olacaq? Bunu deməli belə tapa bilərik. Forget, unutmaq deməkdir. Remember, xatırlamaq. Regret isə təəssüf etmək. Burada keçmişdə etdiyim bir şeydən gedirsə söhbət, bax, keçmiş zaman demirəm, ha, keçmişdə etdiyimiz bir şeydən gedir söhbət, bu zaman ing yazacaqsınız. Cümlə indiki zamandadır. Amma baxın mənadakı keçmişliyə. Sən ondan dalaşdığını unutmusan. Deməli, burada biz haçan dalaşmışıq keçmişdə? Sən yəni keçmişdə etdiyin bir şeydən gedir ki, unutmusan, bu zaman olacaq ing ilə. Və ya sən onunla dalaşdığını xatırlayırsan, remember olsaydı, olacaqdı yenə ing ilə. Ya da regret işlədək, mən onunla dalaşdığıma görə məyus hiss eləyirəm. Yəni, yenə də indi hiss eləyirəm məyus. Okey, cümlə indiki zamandadır, bunu yanlış anlamayın. Amma onunla dalaşdığıma görə keçmişdə dalaşmışam axı. Buna görə məyus hiss eləyirəm. Bu zaman ing olacaq. Forget, remember, regretdən sonra keçmişdə etdiyimiz bir şeydə söhbət gedirsə, bu zaman ing olur. Bəs to nə zamandır? Burada, məsələn, gələcəklə bağlıdır. Gəl nümunə deyək, mən həmişə dərman atmağı unuduram. Ya da mən həmişə dərman atmağı xatırlayıram. Yəni, burada etməm gərəkən bir şeyi, gələcəkdə və ya indi etməm gərəkən bir şeyi unuduram və ya xatırlayıram. Burada artıq to-dan istifadə edəcəm. Və ya məsələn bu cümləyə baxın. Mən
Sənə kömək eləyə bilmirəm. Keçmişlə bağlı deyil axı. Mən ona görə də yəni bunu dediyim üçün məyusam. Mən dediyimə görə məyus edirəm ki, sənə kömək eləyə bilmirəm. Burada keçmişlik bir şey yoxdur axı. Deməli bu zaman to istifadə etmək məcburiyyətindəyik. Və gəldik stopa. İndi burada stopda yenə də hər iki feil istifadə edə bilərik. ING və to-dan. I have stopped smoking və ya I have stopped to smoke. Nə deməkdir? I have stopped smoking o deməkdir ki, mən siqaret çəkməyi dayandırıram. Elə I have stopped to smoke da odur, dayandırıram. Amma nə deməkdir? Biri var etdiyim bir şeyi tərk edirəm. Yəni bir şey etməkdəyim və onu dayandırıram, tərk edirəm. Mən siqaret çəkməyi dayandırmışam. Deməli burada ing olacaq. Bir də var nə isə etmək üçün dayanmaq. Bu zaman artıq to olacaq. Baxın, mən çox şəkil çəkdirən biriyəm və deyirəm ki, artıq şəkil çəkməyi dayandırmışam. I stopped taking photos. Etdiyim bir şeyi dayandırıram. Bir də yol gedirik. Çox qəşəng mənzərə görmüşəm. Şəkil çəkmək üçün dayanıram. Bu zaman artıq stop to take photos olacaq. Nəysə etmək üçün dayanmaqda to'dur. Nəysə etməyi dayandırmaqda artıq ing olacaq. Və gəldik try-a. Dimin toplusunda biz bütün hər birin testin içində, try olan testlərin içində try-ın to ilə işləndiyini görürük. Amma yenə də belə bir məlumat çatdırmaq istəyirəm ki, bir iş üçün çalışmaq deyilsə try olacaq. Yəni o ingilisini öyrənməyə çalışır. Try to learn. Amma cəhd etmək mənasında ing ilə olacaq. Try unlocking the door. Qapını açmağa, bağlamağa çalışdı, amma bacara bilmədi. Demək ki, burada da cəhd etmək mənasındadır. Cəhd etmə qapını açmağa cəhd etdi, amma alınmadı. Dediyim kimi, amma dimin testində, topulda siz hər birini to ilə görəcəksiniz. Və gəldik mean sözünə. Mean sözünün mənası olacaq anlamına gəlmək, anlamına gəlmək. Deyirəm ki, valideyn olmaq böyük məsuliyyət deməkdir. Yəni çox məsuliyyət anlamına gəlir. Burada mean-dən sonra istifadə edirik ing. Amma bir sözdə, mean sözünün bir mənası da var ki, niyyət etmək, istəmək deməkdir. Mən səni incitmək istəmirdim. Burada isə mənasına gəlmir deyə bilmirəm, axı istəmirdim. İstəmək mənasında isə to ilə olacaq. Mən səni incitmək istəmirdim. Burada to ilə, amma mənasına gəlmək, mənasında, anlamına gəlmək, mənasında ing ilə işlənir. Nidi modal feildə keçmişi sadəcə bir də xatırlayaq. Məsələn, I need to see you. Mən səni görməyə ehtiyacım var. Ya da I need to clean my car. Maşınımı təmizləməyə ehtiyacım var. Burada to işlətdim. Əsas feil kimi. Needdən sonra to gəldi. Baxın, özü məchulda da demirəm ha. Mənada məchulluq varsa. Sənin maşının təmizlənməyə ehtiyacı var. Deməli, burada mənada bir məchulluq hiss edirik biz. Bu zaman ing-dən istifadə edəcəyik. Demək ki, əgər biz mənada məchulluq görürsə, güllərini sulamağa ehtiyacı var, maşını təmizləməyə ehtiyacı var. Bu zaman need-dən sonra ing-li feil yazırıq. Bu, həm to, həm də ing ilə işlənənlər üçün idi. Bunları artıq bitirdik. Həmçinin burada da qeyd olunubdur. İndi mən istəyirəm ki, hal-hazırda dimin bu iki toplusunda ilə bağlı məlumat verilməyib, amma biz yenə də fərqini bilək. Çünki siz cümlə qurmaq üçün bəlkə də həmin o partisipla müraciət edəcəksiniz və ona görə səhv yazmağınızı istəmirəm. Deməli, bizdə bir ingiliscə participle anlayışı da var. Participle nədir? Participle ümumiyyətlə iki yerə bölünür. İndiki zamanda participle və keçmiş zamanda participle. Present participle və past participle. Məsələn, broken. Bu past participle'dur. Yəni ikidir, ikinci növüdür. Broken cup. Sınmış fincan. Siz belə də deyə bilərsiniz. Cup broken. Yəni hər iki versiya doğrudur. Sınmış fincan. Burada istifadə edəcəyik participle to-dan. Participle to. Bir də var. Participle one. Yəni ing ilə yaranır. Məsələn, deyirəm ki, rəqs edən qız. Dancing girl. Burada artikellar da yazaq. Burada isə olacaq participle one. Rəqs edən qız. Fikir versiniz, bu Azərbaycan dilində mış-mış feili sifətin keçmiş zamanına oxşuyur. Qırılmış fincan.
Burada isə indiki zamanına bənzəyir tərcümə olaraq rəqs edən qız, fe'li sifətin yəni. Həmçinin bildirmək istəyirəm ki, bu ing fe'li sifət mənasını vermir sadəcə participle-da. Həm də fe'li bağlama da ola bilər. Azərbaycandakı fe'li bağlamadan söhbət gedir. Məsələn, ara qərəq mənasında. Ə, Gəlin belə bir şey deyək də. Sən ingilis dili bilərək çox yerdə işləyə bilərsən. Ya da qız rəqs edərək hər kəsi cəlb etdi. Məsələn, deyək ki, girl attract everyone dancing ya da by dancing, rəqs edərək. By dancing. Rəqs edərək hər kəsi cəlb etdi. Tak, deməli, bu da bizim partisipumuzdur. Bir neçə cümlədə indi nümunə kimi gətirmək istəyirəm aradakı fərqi başa düşək deyə. Amma ondan öncə birinci partisipulların arasındakı fərqi başa düşək. Sonra keçərik ümumiyyətlə bu ing-lərə hamısına bir yerdə baxmağa. Deməli, yazaq ki, the letter 3 nöqtə is on the table. Bir də deyirəm the boy is my brother. Bir variantda yazıram writing, yəni participle one. Bir variantda da yazıram written, yəni participle two. İndi mən sizə bunu tapmağa rahat yolundayım. Məktub sözünə baxıram. Məktub. Bir də yazmağa baxıram. Məktub öz-özünü yaza bilməz. Kimsə tərəfindən yazılır. Baxın, yazılmış məktub. Burada mənada bir məchulluq var. İşi özü yerinə yetirmir axı məktub. Onda yazacaqsınız written. The letter written ya da written letter. Fərqi yoxdur. Bunu burada gətirə bilərik. İndi gəlin baxaq. Oğlan və yazmaq. Burada artıq işi yerinə getirən oğlanın özüdür axı. Onda olacaq boy writing ya da writing boy. Yazı yazan oğlan. Mənim qardaşımdır. Yazılmış məktub stolun üstündədir. Demək ki, biz burada işi özü yerinə yetirir deyə ing-dən istifadə etdik, yəni participle one-dan. Birincidə isə iş özü tərəfindən icra olunmur deyə bu zaman artıq məchulluq hiss edirik mənada. Bu zaman olacaq written. Və bəzən tələbələr elə bilirlər ki, cansızla ing, cansızla participle to işlənir, canlı ilə ing. Xeyr. Məsələn, belə bir şey deyək də. Pass. Məsələn, cığır və lead sözü. Aparmaq. Cığır özü aparır da bizi harasa. Nə olsun ki, cansızdır. Onda leading olacaq. Leading pass, pass leading. Yəni biz burada canlı-cansıza baxmırıq. Özü mü yerinə yetirir işi, yoxsa kimsə tərəfindən mi yerinə yetirilir? Ona baxılır. Və gəlin elə bir cümlə yazaq. Məsələn, deyirəm ki, gəlin belə bir şey yazaq. To learning English is məsələn essential to find a good job. Deməli, ingilis dilini öyrənmək yaxşı iş tapmaq üçün vacibdir. Baxın, ingilis dilini öyrənmək. Burada tərcümə edəndə biz bunu məsdər kimi tərcümə elədik. Deməli, burada birinci cümlədə bunun adı oldu. Bizim Azərbaycandakı məsdər, yəni gerund. Tərcümə olundu magmək kimi. Magmək. Və indi gəlin belə bir şey yazaq. Learning the boy learning English məsələn is my brother. Burada nə olacaq? İngilis dilini öyrənən oğlan mənim qardaşımdır. Ya da learning boy, o öyrənən oğlan mənim qardaşımdır. Burada artıq olacaq deməli, fe'li sifət ən yan kimi deyirik axı. Participle one Azərbaycan dilindəki fe'li sifət funksiyasındadır. Ən yan mənasındadır. İndi isə deyirəm ki, learning English
You can find a good job. İngilis dilini öyrənərək sən yaxşı iş tapa bilərsən. Burada da participle one mənasındadır və feili bağlama funksiyasını yerinə yetirir bizim dildəki öyrənərək. Burada da olacaq ara gərək mənasında. Deməli, participle one-ın hər iki formasına baxdıq və həmçinin gerunda da baxdıq. Yəni, bu nəzər cəhətdən bu qədərdir. İndi biraz testə baxaq bununla bağlı. Müəyyən testləri seçək və deməli, birinci testə baxaq. Az öncə biz dedik ki, əgər nöqtələrdən əvvəl of görürüksə, ümumiyyətlə söz önü görürüksə, fərqi yoxdur bu hansı söz öndür. Bu zaman gerund istifadə etməliyik, yəni ing. Sən bu hekayələri dinləməkdən yorulmusan, naqmək. Deməli, ing-in işlənməlidir prepositionla. Dördüncü sualda cümlənin əvvəlində gəlibdir. Deməli, burada əlbəttə ki, söhbət gedir əmr cümləsindən. Məsələn, open the door. Demirik ki, to open the door. Ya da don't close the window. Demirik ki, not to close the window ya da don't to close the window. Deməli, əmr cümləsindən gedir söhbət. Əmr cümləsi bare infinitivdir, yəni toolsuz işlənən məsdərdir. Və bunun deməli biz yaratmalıyıq inkarını not yox da don't vasitəsilə touch this equipment ya da don't touch this equipment. Əmr cümləsi bu şəkildə yaranır. D variantı ona görə olmaz ki, heç vaxt heç bir feil bu şəkildə yan-yana gələ bilməz iki feil. Yəni ortada olmalıdır ya deməli ing ya to, yəni feildən asılı olaraq. Yəni bu şəkildə işlənə bilməz. Bu sual belə. Hər modeldən bir neçə testə baxaq. Fərqli-fərqli. Məsələn, expect orada gördük to ilə işlənənlər içindədir, infinitivlə işlənənlər içərisindədir. Həm də bunu xatırlayırıq complex object 3-cü qrup feillərdə ki, onlar da to ilə işlənirdi. Expect işlənəcək to ilə to reach. Növbəti sual, məsələn, az öncə biz dedik ki, əgər siz görürsünüzsə nöqtələrdən və sifət, bu zaman olacaq to. It's important to support your family. To support your family. Vacibdir ailənə çətin vəziyyətlərdə dəstək olmaq. Olmaq vacibdir. Infinitive. To support. Sifətdən sonra deməli gəldi to-lu feil. Sonra növbəti testdə məsələn 58-də bayaq dedik ki, əgər siz görürsünüzsə nöqtələrdən əvvəl yəli əvəzliyi mütləq olmalıdır gerund, yəni ing-li feil. Hər kəsi təəccübləndirdi mənim gəlməyim. Yəni hər kəs mənim gəlməyimə görə təəccübləndi. By my coming. Burada olacaq ing ilə, yəni gerund, yəli halına. Və bu da bir növ kauzativdir. Əgər siz görürsünüzsə have-dən sonra cansız, bu sadəcə have-ə yox, həm də get-ə də aiddir. Cansız. Bu zaman fiilin üçüncü forması olmalıdır. Yəni participle to olacaq checked. Ya da bayaq öyrətdiyim yolla da gedə bilərsiniz ki, kompüter və yoxlamaq. Kompüter işi özü görmür. Yəni kompüter öz-özünü yoxlaya bilməz. İş başqası tərəfindən icra olunursa, mənada məhçulluq var və biz bu zaman feilin üçüncü forması participle to-dan istifadə edə bilərik. 61-dən sonra başqa burada nümunələrə baxaq. Eyni gedənlərə baxmırıq, fərqli modellərə baxaq. Məsələn, bayaq izah elədim mən həm to, həm də ing ilə işlənənlərdən biri min idi. Gördüyünüz kimi bu testdə də var. Min mənasına gəlmək deməkdirsə, anlamına gəlmək deməkdirsə, ing ilə işlənir. Amma istəmək mənasında to ilə olur. Gəlin baxaq. Biz tədbiri elə erkən tərk etmək mənasına gəlmir deyənmərik ki, İstəmirdik deyərik. Biz tədbiri elə erkən tərk etməyi istəmirdik. İstəmək mənasında dedik ki, to ilə olacaq to leave. Daha sonra başqa burada 113-cü suala baxaq. Regret də həmçinin, az öncə dedik ki, regret, remember, forget kimi feillər iki forma ilə işlənir. To ilə də, ing ilə də.
Burada əgər mənada keçmişlik varsa, baxın cümlənin özü indiki zamandadır. Mənada keçmişlik varsa, bu zaman biz istifadə edəcəyik ing-dən. Məsələn, mən həqiqəti ona daha erkən demədiyim üçün məyusam. Okey, burada həqiqəti daha erkən demədiyim üçün. Demək ki, bunu keçmişdə eləmişəm də, deməmişəm keçmişdə. Ona görə ing olacaq. Və sizi çaşdırmasına burada da ing var. Amma heç vaxt biz to ilə ing-ni eyni anda işlədə bilmərik, məsdərin fizusu ilə. Bu zaman demədiyim üçün not telling olacaq. Və ya burada onunla bağlı bir dənə də olmalıydı. Çox çalışmadığım üçün. Məsələn, burada heç variantda to-nu verməyiblər. Dərslərim üzərində çox çalışmadığım üçün, çox vaxt aparmadığım üçün peşmanam. Yəni indi peşmanam, amma vaxtında çalışmamışam da, keçmişdə çalışmamışam. Ona görə ing-dən istifadə edirik, yəni D variantı. Sonra 113-dən sonra 119-da da həmçinin az öncə 3 dənə deməli saydıq biz would rather, had better və sooner olan. Biz bu zaman onlarla istifadə edirik. To-suz feil. Hamısında baxın bunlarla bağlıdır. To-suz ing-siz feil. Would rather learn. Baxın learn. To-suz ing-siz şəxsə və zamana görə dəyişməyən. Bare infinitiv yəni. Doğru variant olacaq B variantı. Baxa görək, yəni bunların hamısı yenə də eyni gedirlər. Məsələn, elə buna da baxaq. Burada da would rather yazıb. Deməli olacaq earn. Yəni bu qədər. Gerund, infinitiv və participle ilə bağlı olan hissələr bu qədər.